Hörmətli izləyicilər, növbəti avtomobilimiz Volkswagen Polo'dur, 2021-ci il. Burada 2 dənə yağ niyə qoymuşam? Bu, müştərimiz əlində gəlir. Bu mühərriklərin motor tələbi 502-505-dir. Maşın, avtomobilin yağını dəyişiblər C3 ilə. Bu, tam doğru olmayan bir göstəricidir. Sonra deyirlər ki, Volkswagen pis maşındır, motoru yağlıyır. Beləncə, yağın markasını deyə bilmərəm, göstərici olaraq səhv ediblər. Yəni, yağın keyfiyyətindən, markasından işim yoxdur. Yəni, heç kim bunu səhvə geçməz. Sadəcə olaraq ustalar göstəriciyə fikir verir. Bu sadəcə olan dizel maşınlardan ötər. Bunu o halda bu maşınlara görmək olar ki, avtomobil 95 markalı ən azı benzin maşınları. Biz isə bu yağı dəyişdik. Fossil'in BC seriyasından gördüyünüz kimi göstərici 502-505 göstəricisindən dəyişirik. Tam 4 litrə avtomobilə yağ gedir. Bismillah. Bu tipli mühərrikləri heç vaxtı C3 ilə olan yağla dəyişməyin. Yəni olmaz. Bir müddətdən sonra bir mühərrik yağ azalması. Bismillah. Gördüğünüz kimi avtomobilin hava filtrini, yağ filtrini, yağını dəyişdik. Motoru, yolu, təmizlədik. Allah xeyir eləsin, müştəri olsun. Bizim üçün de müştəri olsun. Allah kömək olsun. Əli qolun ağrımasın. İkisini yoxladı, ramşizi yoxladı, keyfiyyətin hamısı əla. Dənəm çatışmayan yağını dəyişdik.